Salam əziz tələbələr. Qaldığımız yerdən davam edirik sifətlərin suallarında. 70-ci sualda of all üstünlük dərəcəsinin göstəricisi olduğu üçün the most talkative cavabını seçirik. 73-də of all yenə eyni qaydada the most sensitive. 74-də than müqayisə dərəcəsidir və burada good adi dərəcədədir. Worst üstünlük. More və air bir yerdə olmur. A və Y variantı better və worse ikisi də müqayisə dərəcəsindədir. Amma E artiklından sonra isim olmalıdır. Ona görə də burada isim olmadığı üçün çıxırıq, qalır betterdən A variantı. 75-də göstəricimiz yoxdur. O zaman cavablara baxmalıyıq. So hotdən olmaz, so hot as olar. So-dan sonra air olmaz. Adi dərəcə more olmaz. Çünki hot sözü tək ecalda hotter olar. More-la düzəlmir. Much hot-dən yox, much hotter-dən olmalıdır. Much-dan sonra müqayisə gələr. As hot as adi dərəcədə işlənir və as hot as düzgün cavabdır. 76-cı sualda dən müqayisə dərəcəsindədir. Birinci səhvdə many olmaz. Çünki many ilə much adi dərəcədədir. Onların müqayisəsi more olur. Few də adi dərəcədədir. Deməli, less-lər olur. We eat less than we used to because we are trying to stay healthy. Biz sağlam qalmağa çalışırıq. Stay healthy olacaq C variantı. 77-ci sualda Ted is 18, Ben is 20, so Ben is 2 years then. Then varsa müqayisə dərəcədədir və oldestlar, eldestlar gedir. More-la bir yerdə işlənmir və older-la elderin bir qaydası var ki, elderdən sonra üstünlük, elderdən sonra dən gələ bilməz. Elder sadəcə ailə üzvləri arasında işlənir. Məsələn, mənim böyük qardaşım mənasında işlədə bilirsən. Ailədə, ailə üzvlərində, amma olderdan sonra dən gəlir, yəni D variantıdır. 78-ci sualda deməli, Mike is 16, but Kate is 13, so Kate is 3 years-dən, yəni ondan daha balacadır. Daha doğrusu, Mike Kate-dən böyük olsun, Kate ondan daha cavandır. Olacaq cavan, olacaq younger. Yaş söhbətində bigger, taller, shorter olmaz. Çünki bunlar boy mənasında işlənir. Və older yaşlıdır, younger cavandır. Yəni Mike 16, Kate 13 yaşı varsa, Kate ondan 3 yaş daha cavandır. Ona görə older yox, younger olmalıdır. Julia can't wait for them any longer, but it is her day. Day sözünə baxırıq və cavablardan çıxa bilərik. Most-la S bir yerdə işlənməz. As-in digər tərəfində də as olmalıdır. Most-la R olmaz bir yerdə. More busy olmaz. Çünki busy sözü Y ilə bitdiyi üçün deməli more busy yox, busier olmalıdır. Qalacaq busiest. Bəs niyə burada article yoxdur? The article, çünki her var. Her yəli əvəzidir. Yəli əvəzi ilə və yaxud da yəli isimlərindən sonra üstünlük dərəcəsi gələrsə, o zaman bunlarda the article atılmalıdır. Yəni, her busiest deyil, her the busiest olmaz. Her varsa the article olmaz. Yəni, D variantı düzdür. 80-ci sualda dən varsa müqayisə dərəcəsi mani sayılmadığı üçün biz less və yaxud da ki, more götürə bilərik. Fewer-dan sonra cəm gəlir, little adi dərəcədədir. A, B, C arasında qalırıq və most expensive-in də artiklı çatmır və C variantında more expensive-dən sonra burada dən olmalıdır. Daha bahalıdır səndən, səninkindən. Ona görə olacaq so expensive as. Olacaq B variantı. 81-ci sualda book sözünə baxırıq. Sailə bilən tək isim olduğu üçün burada artikla fikir verməliyik. Digər cavablardan çıxsaq, maçdan sonra more gələr, həm də artikl yoxdur. Most da artikl işlənir, artikl ilə most işlənməz. As difficult-in yanında burada as olmalıdır, səhvdir, qalar. A more difficult book. Artiklı var, book-dan əvvəl, ona görə cavabımız A variantıdır. Düzgün sifət olan cərgəni seçməliyik. Poor kasıb sifətdir, love sevgidir, isimdir. Patience səbir, difference fərq isimdir. Reality həqiqət, honest dürüst, reality isimdir. Poetic şairanə, phonetics isə fonetika demək isimdir. Nice gözəl, ancient qədim ikisi də sifətdir, yəni Y variantı. 83-dən reply cavab və yaxud da cavab vermək isim və yaxud da feil olur. Rude kobud bu sifətdir.
Noisy səs-küylü, hardship çətinlik, safety təhlükəsizlik, naughty şuluqçu, quality keyfiyyət, rapidly cəld sürətli, normal normal deyə, lovely də sevimli, ikisi də sifətdir. Yəni cavabımız E variantı. Sifətlər seçin. Yenə queen burada isimdir. King burada isimdir. Openly zərfdir. Fearless qorxusuz, amma wealth var dövlət isimdir. Careless deməli diqqətsiz, amma humanity insanlıq, bəşəriyyət. Ancaq healthy sağlam, rare də nadir. Bunların ikisi də sifətdir. 85-ci sualda əzəz olan yerdə mütləq adi dərəcə olmalıdır. Adi dərəcəmiz olacaq pleasant. Burada baxaraq cavablardan heç bir göstəricimiz olmadığı üçün cavablara baxaraq. Matchdan sonra more gəlməlidir. The most interesting ola bilər, saxlayırıq. An interesting olmaz, lecture çünki cəmdədir, olmaz. Interesting ola bilər. More interesting olmaz, çünki burada cəmdədir olduğu üçün. B və D variantı düz ola bilər. Amma burada baxaraq, during the vacation I attended some. Some deyirsə, some artikeldən işləmir. Some'dan sonra isim gəlir, sifət isim gəlir, amma artikel gəlməz. Ona görə də D artikli olan cavabı çıxırıq. Some interesting lectures olmalıdır. D variantı. 87-ci sualda advice sözünə baxırıq. Sayıla bilməyən isimdir. Biz avtomatik olaraq burada E artikli olanları çıxmalıyıq. E artikli sayılan tək isimlərlə işlənir. Match isə more ilə işlənir. Qalır bir dənə D variantı. Most valuable. 88-ci sualda everybody likes our teacher. He is a very man. Deməli, very adi dərəcədə işləndiyi üçün sadi sifətin özünü qoymalıyıq. Most üstünlükdədir. Matchdan sonra more gəlir. Most üstünlükdür. As more deyə bir şey yoxdur. Qalar C variantı. In the world olan cavaba baxırıq. In the world deməli üstünlük dərəcəsidirsə large yox. Largest üstünlük dərəcəsində D artiklə işlənir. Larger olmaz. Mostla S bir yerdə işlənməz. Qalacaq the largest. Göstərici olmasa belə one sözünə görə burada large və yaxud da larger sözünə E artikli artırmalıyıq. 90-cı sualda one of the deyirsə üstünlük dərəcəsidir bu. Üstünlük dərəcəsində olacaq the saddest. Saddest digərləri niyə olmur? Çünki mostdan S bir yerdə olmaz. Mostdan sonra sad təkəcalı da olmaz. Qalır deməli A variantımız. Sadlydən more sad də olmaz üstünlük dərəcəsində deyil. Monkey is a bear. Monkey is as big as a bear. Bu meymun ayı qədər böyükdür. As big as olar. Düz cavabdır. Digərlərinə baxaq. Biggest D artiklə ilə işlənməlidir. More, bigger, more-la R olmaz. Most-la S olmaz. As-dən sonra adi dərəcə gələr və as olar. Ona görə cavabımız elə. Düzgün cavabımız burada qaldı A variantı. 92-ci sualda we shall wait for day. Day sözünə baxırıq. Deməli, cavablardan çıxacağımız var. More-la R, most-la S bir yerdə işlənməz. Most-dan sonra təkəcalı və yaxud da R olmaz. As dry as olmalıdır. As təkcə işlənmir. Qalır a drier day. Və 93-də D artikli olduğu üçün üstünlük dərəcəsini götürürük. The most educated olacaq Y variantı. This sum was in the test. More təkəcalıların işlənməz. Easy ilə Y ilə bitdiyi üçün easier olmalıdır. More-la R bir yerdə olmur. Most-la S bir yerdə olmaz. Most easy olmaz. Ancaq onlar the easiest. Sonra Y ilə bitdiyi üçün easy sözü easier və easiest deyə bilinməlidir. Most və more-la düzəlməz. 95-ci sözdə as olduğu üçün adi dərəcəni qoyuruq. Noisy. You are person in this office. Person sözünə baxırıq. Silent tək isim olduğu üçün bunların qarşısında more və yaxud da diligent olmalıdır. Hətta burada biz daha rahat tapacağımız bir in var. In sözünüzü varsa üstünlük dərəcəsi olacaq. The most diligent. Mostun da artikli yoxdur. Burada da as olmaz ümumiyyətlə. 97-ci sualda dən müqayisə dərəcəsidir. Müqayisədə more olmalıdır. Yəni D variantı. 98-də dən müqayisə dərəcəsi olduğu üçün more olacaq. 99-da as adi dərəcənin göstəricisidir və bright. 100-də not as deyirsə adi dərəcədə, yəni dull. 101-də dən varsa müqayisə dərəcəsi və müqayisə dərəcəsində more olmalıdır. C variantı. 102-ci sualda this jacket was dən vardırsa, dən müqayisədə cheaper-dən olmalıdır. Yəni B variantı. More-la R bir yerdə olmaz. More cheap olmaz. Cheap deməli təkcəl olduğu üçün.
100 üstə of-all üstünlük dərəcəsinin göstəricisidir. The most olmalıdır. The most dynamic. Where adi dərəcənin göstəricisidir. Adi dərəcədə brave. 105-də have ever üstünlük dərəcəsinin göstəricisidir. Olacaq the easiest, yəni A variantı. 106-da have ever üstünlük dərəcəsindədir və the prettiest olmalıdır. Demək, burada da artikel olmaz. Diğerlərində də səhvdə qalar E variantı. 107-də of-all üstünlük dərəcəsindədir və the tallest. The tallest. Most-dan est olmaz, qalar the tallest. 108-də among üstünlük dərəcəsinin göstəricisidir. Olacaq C variantı. The most və est olmaz. Qalmış üstünlüyünə işləməlidir. 109-da among üstünlük dərəcəsinin göstəricisidir və the happiest olmalıdır üstünlük dərəcəsində. Most-dan est olmaz. 110-da dən müqayisə dərəcəsində olduğu üçün more olmalıdır. Yəni more olan bir dənə cavabımız B variantıdır. In üstünlük dərəcəsindədir. Olacaq D variantı. The busiest. Most-dan est olmaz. Sonra 112-də of-all üstünlük dərəcəsindədir. The prettiest, yəni E variantı. Most və est bir yerdə işlənə bilməz. 113-də have ever üstünlük dərəcəsindədir. Üstünlük dərəcəsində the tallest. Yəni the artikel olmadığı üçün bu olmaz. Most-dan tall olmaz. Deməli, 114-cü sualda dən müqayisə dərəcəsindədir. Müqayisə olduğu üçün lesslər, more'lar olar və time sayılmadığı üçün fewer olmaz. Adi dərəcədə işlənir little. More və less olar. İkinci tərəfə baxıram. Most the article ilə işlənir. So difficult as olar. More difficult-dan sonra isə than olmalıdır. Than yours. Səninkindən daha asan, daha çətin mənasında olacaq. Less və so difficult as. Diqqət edirik. So as həmişə incər cümlədə işlənməlidir. Wasn't, so as. Sonra nə deməli, where adi dərəcədə olduğu üçün biz adi dərəcədə tək olanı götürürük vulnerable. Yəni yan yörəsində heç bir şey olmamalıdır. Sonra 116-cı sualda behavior of him deməli most the most olmalıdır. Muchdan sonra more olmalıdır. More violent ola bilər. Most violent və violent ola bilər. Burada bizim göstəricimiz var, ona baxmırıq. Deməli, bu had ever üstünlükdürsə, deməli konkret the most olmalıdır. Burada deyən had ever üstünlük dərəcəsi olduğu üçün the most credible. Had ever üstünlük dərəcəsindədir. Had ever üstünlük dərəcəsində olduğu üçün the most reliable. One of üstünlük dərəcəsidir. Azərbaycan is one of the most hospitable countries in the world. Gözəl cümlədir. Azərbaycan dünyada ən qonaqpərvər ölkələrdən biridir. 120-ci sualda sifətləri seçəcəyik. Widespread, geniş yayılmış. Deməli, trouble isə problem, əziyyət. Bu isimdir. Entire, tam bütöv, amma obstacle maneədir. Fascinating, belə möhtəşəm, heyrətamiz. Nutrient isə qidadır. Glory, şan, şöhrət. Loyal, sədaqət. Loyal, sadiq daha doğrusu. Glory isimdir, amma loyal sifətdir. Loyal götürə bilərik, amma glory-ni götürməliyik. Bu glory sözünün sifət forması glorious. Affordable, yəni imkanı çata bilən, kondensidə qatılaşdırılmış bu ikisi də sifətdir. Həm able şəkildədir, həm də şəkildədir görə də sifət olduğunu bilə bilərik. Və 121-də very varsa adi dərəcə olmalıdır. Are sustainable, very sustainable. Label market organized last year was very deyirsə adi dərəcə olacaq. Competitive. 123-də have ever üstünlük dərəcəsidir. Və burada baxırıq, yox, ona baxmırıq, başqa bir şeyə baxırıq, burada yenidən baxın. Taste var burada. Bəzi feillər var ki, onlar sifətlərlə işlənir. Yəni, bu əslində zərfə aid bir mövzudur. Deməli, sifətlə zərfdə fərqlilik nədir? Feillər zərflərlə işlənir, amma isimlər sifətlərlə işlənir. Amma bəzi feillərimiz var ki, be, become, get, taste, smell kimi feillərimiz var ki, onlar deməli, sifət yox, zərf yox, sifətlə işlənir. Və burada da gördüyümüz kimi, bax, awfully, sweetly, bitterly, pleasantly, bunlar hamısı sifətə elvaya artırılıb zərf olublar, amma wonderful sifətdir. Bizə də nə lazımdır? Taste-ə görə bizə sifət lazımdır. 124-də to adi dərəcədə işlənir. Adi dərəcə more və mostları çıxmalıyıq. Dangerous olacaq. İkinci səhvdə dən müqayisə olduğu üçün the most üstünlükdə olacaq. More destructive variant. Had ever üstünlük dərəcəsinin göstəricisidir. The mostları götürməliyik. The worst, the dullest. Aha, bir dənə variantdan başqa hamısı ola bilər. O zaman biz tərcümə etməliyik.
Everything was well organized. Hər şey yaxşı tərtib təşkil olunmuşdu. So that was party I had ever been. Mənim olduğum ən möhtəşəm, heyrətamiz, belə maraqlı bir parti imiş. Ona görə üstünü götürürük və müsbət mənada. Dangerous, təhlükəli, ən pis, ən sıxıcı. Onlar hamısı mənfi mənadadır. Amma burada mənaya görə biz üstünlük dərəcəsində həm də mənası yaxşı olan götürməliyik. İkinci burada professional as ikinci tərəfə baxırıq. As adi dərəcə olduğu üçün moru çıxırıq. Moru çıxırıq. Better deyə ümumiyyətlə bir söz yoxdur. Bad sözün müqayisəsi worse-dür. Qalırıq B və C arasında. Və burada tərcümə edirik. Deməli, the director of the movie was very professional and the film was as impressive as I expected olmalıdır. Much professional olmaz, much more professional olar deyə onu ümumiyyətlə bu da səhvdə qalar. C variantı. As varsa adi dərəcə, yəni short. 128-də dən müqayisə dərəcəsindədir. Müqayisədə olmalıdır. Most-u çıxırıq. Pleasanter uzun bir söz olanda belə çox əzəl sözə er artıra bilmərik. More olmalıdır. Yəni bu da səhvdir. Qalır D və Y arasında. Və burada and vardır. Biz onu diqqət etməliyik. And varsa iki tərəfdə eyni olmalıdır. Yəni ikisi də müqayisə olmalıdır. Yəni burada ayrı cümlə deyil deyə more, warmer and more. Burada da dən varsa müqayisə dərəcəsində və and varsa iki tərəfdə eyni verməliyik. Yəni iki tərəfdə də adi dərəcədə, müqayisə dərəcəsində olmalıdır. Wider və cleaner olacaq D variantı. 130-da one of üstünlük dərəcəsinin göstəricisidir və greatest, most great olmaz. Great sözü təkcizaldır. Greatest olan bir cavabımız var. Bəli, D variantı. The greatest and most popular. And varsa diqqət edir. And varsa birinci tərəfdə D artiklə qoyanda ikinci tərəfdə aid olur. Yəni ikinci tərəfdə the most popular yazmağa gərək yoxdur. One of the greatest and most popular. 131-də are the streets of London or dən varsa müqayisə. Narrow sözlə ovla bitən sözlər erlə düzəlir. Of, narrower və wider. İkisi də müqayisə dərəcəsindədir. Yəni D variantı. 132-də in my life in üstünlük dərəcəsidir. The prettiest olacaq D variantı. Very ilə est olmaz ümumiyyətlə. Pretty sözü adi dərəcədə müqayisədir. Mostun S bir yerdə olmaz, qalar D variantı. Dən müqayisə dərəcəsidirsə, deməli biz orada baxmalıyıq. Müqayisə more olan götürməliyik. More olan iki cavabımız var. B və C. C variantı E artiklı var, amma burada isim olmadığı üçün biz bunu E artiklini qoya bilmirik. Much more successful. 134-də dən müqayisə dərəcəsindədir. Müqayisədə həmişə er olmalıdır. Very young olmaz, the youngest olmaz. More-la er bir yerdə işlənməz. Qalar A və C. E younger'dan sonra isim gəlməlidir. İsim yox deyə much younger variantı. 135-də have ever üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi olduğu üçün more yox, very yox, terrifying yox, üstünlüyü götürməliyik. B-dən sonra isim gəlməlidir və the most terrifying olacaq C variantı. Dresses deməli on the day of the race they put on their dresses. Their sözü bax yəli əvəzi idi. Yəli əvəzindən sonra artikel gəlməz. Deməli best və yaxud da better bunları çıxmalıyıq. Çünki their, best ya da better, good fərqi yoxdur. Nə qoysaq belə artikelsiz qoymalıyıq. Most good deyə bir şey yoxdur. Good sözün üstünlüyü bestdir. O zaman olacaq C variantı. Best dresses. 137-də dən müqayisə dərəcəsidirsə, müqayisədə olmalıdır, more olmalıdır. Digərlərini çıxırıq. Və burada isim olmadığı üçün E artikeldə işlənməz. More expensive olmalıdır. 138-də dən müqayisə dərəcəsidirsə, müqayisədə more olmalıdır. Dangerous adidir, most üstünlüyü so adidir. More və more olmalıdır və E artikeldən sonra isim gələr. Burada isim yoxdur deyə B variantını seçirik. Sonra what is and food you have tried. Have varsa have tried üstünlük dərəcəsi olmalıdır. Most da artikeldən işlənməlidir. The most delicious and softest. Yəni düzgün cavabımız elə B variantıdır. More müqayisədir. Burada most delicious and soft adi dərəcədə gəlib. And olduğu üçün ikisi də eyni olmalıdır. Burada da more gəlib olmaz, qalar B variantı. Most delicious and softest. Of all üstünlük dərəcəsinin göstəricisidir. Of all olmalıdır best və üstünlük dərəcəsi best. Deməli the best song. Deməli most-da olsaydı sifət edir. The best-dən sonra isə isim gəlir. Deməli düzdür.
141-də have ever üstünlük dərəcəsinin göstəricisidir. Most olmalıdır. B və C üstünlük dərəcəsində the most cheerful olmalıdır. Sifətin üstünlük dərəcəsi həmişə the artikeldə işlənməlidir. Burada as writer, then burada as qatmayın. Then vardısa then. Buradakı as-la sifətdəki as fərqlidir. As kimi deməkdir. Burada isə başqa mənada she is as a writer, then as an actress. Yəni müəllif kimi yox və yaxud da ki aktrisa kimi mənasındadır. Və burada biz ən çox then sözünün then bağlayıcısına fikir verməliyik. Müqayisə olduğu üçün müqayisə olacaq more. She is more famous as a writer than as an actress. O yazıcı kimi aktyor olduğundan daha məşhurdur. More. Dənə görə biz müqayisəni götürürük. Və 143-cü sualda days var. Deməli, how many days do we need to have the decision? Cavablara gedirik. Burada əvəzliyə aiddə qayda var. Else-dən sonra ümumiyyətlə isim gəlməz. Else isimsiz işlənməlidir. Others-dan sonra isim gəlməz. Bunu özü elə cəm isim kimi işlənir, mübtədə kimi. Sonra more days olar. Another-dan sonra cəm isim gəlməz. Tək isim gələr, qalar. More days və yaxud da how many days heç nədir. Yəni 2 və 3 olur. Cavabımız C variantıdır. Sağ olun. Gələn videoda görüşənədək.